Dostlar, yenə də dağlar, ay dağlar, gəldik, çıxdıq Ceyranbatan yoluna. Haradır? Gördüyünüz kimi dağın təpəsi. Ağaçlara nəzarətdir. İki dənə ağac var ki, yəni quruma var. Quruma var deyəndə, yəni ehtimal olunur ki, quruya bilər. Onlardan biri budur. İkinci ağaçdır. Bu normaldır. Bu yaxşıdır. Bu çox yaxşıdır, maşallah. Aha. Bu da yaxşıdır, deməli. 4-cü ağac, 5-ci ağac yaxşıdır. Bu riyad çox yaxşıdır. Oradan ikinci biraz öz sözünü deyirdi, köhnəlirdi. Buradan da birinci ağac nəsə biraz saralan kimi eləyib, elə bir başlığı. Qalan burada da vəziyyət yaxşıdır, normaldır. Bir də bu məsəl gələcəkdə hissə olunur ki, sarala bilər. Bu qədər dostlar, nəzarət davam eləyir. Həftə 8 mən 9 gəlib baxacaq da görək necədir vəziyyət, nə yerdədir. Buyur, gözəllik, mənzərə. Yəni deyilənə görə bu dağa məndən başqa hələ ki gələn olmuyor. Yəni təkərlərimin izi elə bir dənə mənim izim düşüb bura. Yəni məndən başqa hələ heç kəs çıxa bilmir bu dağa ki, bir nəsə də bir ağac əkək, nəsə bir çadıra zad qura. Amma inşallah gələcəkdə plan var ki, burada bir çadıra da quram. Elə bilə nəzarət buraxılış məntəqəsi deyək, hərbi dillə desək. Amma bir dəqiqədir gəzmişik, ayaqqabımız artıq bax bu vəziyyətdədir. Sağ olun dostlar, görüşmək ümidi ilə. Bu tərəf 20 yanvardan gələnlərdir. Bu tərəfdə sarayın quruğundan dönüb gələnlərdir. Bu da ortadadır.